Allahdan kömək istəyir. Kömək istəyir ki, bizə yardımcı olsun. Amma bir dənə sual çıxır, maraqlı bir sual. Biz hardan bilək ki, Allah bizə kömək etdi, yoxsa yox? Düstur deyirəm sizə, maraqlı bir düstur, yoxlaya bilərsiniz. Biz kömək istəyirik ibadət etmək üçün. Nə bilək ki, kömək gəldi, yoxsa yox? Cavab. Əgər həmən ibadətə qarşı qəlbimizdə məhəbbət yarandısa, artıq kömək gəldi. Allah köməyi məhəbbəti ilə göndərir. Hətta duadır, mənim sözüm deyil. Duada belə buyurulur, mənim gücüm yoxdur ya günahdan çəkinim. Mənim gücüm yoxdur ki, ya Rəbbəl aləmin günahdan çəkinim. Bir dənə yolu var, ya Rəbbəl aləmin. Sən öz məhəbbətinlə məni qəflət yuxundan oyadasan, öz məhəbbətini qəlbimdə qərarlaşdırsan, artıq mən sən istədiyin bəndə olaram.